Allah Ərhəmər Rahimindir. Allah mehriban Allahdır. Ancaq mütəəssifanə bizə Allahı yaxşı tanıtdıramayıblar, yaxşı tanıyanmamışıq. Biz ehsas edirik ki, Allah fəqət bizi yaradı burada digi amadə edib yandırmağa. Adam özü işlədiyi öyüd ağıdar. Allah bizi yaratmayıb və əzab verməyə. O Allah çox mehribanıdır. Allah'ın mehribançılığından həmin bəs ki, bu pərdələri götürmüş. Allah'ın mehribançılığından həmin bəs çehrəhay həqiqi hər şəxs müşəxəs olunur. Çehre-i həqiqi müşəxəs olacaq və bilirsən nə olar, nə qiyamət qopar. Adam hərdən ana dili bir Allah ilə danışar. Allah da hər dili bilir. Hərdən bir adam öz aləmində Allah ilə bir xəlvət eləyər. Deyək Allah, mən özümü yaxşı tanıram. Ədaləti ilə əgər istəyəsən məndən hesab kitaba çıxasan, belə çətin olacaq. Ay mehriban Allah, ay Rəuf Allah, ay ata-anadan mehriban Allah, məndə bir yazıq bəndə, mənə də rəhm elə.